içine de var. Ay maşallah. 3 yarımlıq sazanlardır. Köçkünlər var, yerli balıq, dəniz məhsulları. Ancaq bu bazarda. Bəli, Balakən sazandır. Yağsız, yağlı sortu da var, yağsızı da var. Darozu, belamur, Balakən belamuru, zevkalli sazan, sadə sazan. Həqiqətən xoş oldu. Çöl adamı olaraq siz də izləyirik. Videolarınızda çox maraqlı videolarınız var. Kilosu 11 manata. Bizimə görə. Balıqlarına bak, qaşamalarına bak, təzə balıqlar. Buna bak sen Allah. Tərtəmiz. Bura bax hələ. Hələ çatdıra bilmirik malzəmə. Gəl bura. Qardaş, üçün kurudu. Özbək bazarının dövrü. 20 hər ölçüdə balıqlarımız var. Bax, hər sortda balıqlarımız var. Bunlar xanı balıqlarıdır. Sonra belamurlarımız gəlir, sazan gəlir. Bütün növ balıqlarımızdan var. Bax, gəl yaxınlaşın. Bax, Mingəçevir balıqlarımız var. Baxırsınız qardaş, bax, farellərimiz gəlir. Kampanyadır kardeş, kampanya. Balakən balıqlar güclü kampanya. Demək dostlar, izləmədə qalın, hər birini salamlayıram. Bura, yəni Dərnəgül yolu deyil, yeni Keçilə bazarıdır, balıq bazarıdır. Yeni, yəni Keçilə balıq bazarının hal-hazırda qarşısındayıq. Yəni məlumat verim ki, Dərnəgül yoluna getməyə ehtiyac yoxdur. İstiqamət verə bilərəm sizə. Deməli, 20 yanvar metrosundan az bir məsafədə, yəni bu bazarda gəlib istədiyiniz balıqları ala bilərsiniz. İndi bazarın içərisində tam videoları təqdim edirik. Abunə olaq, dəstək olaq. İnşallah dostlarınızla paylaşım olaq ki, videolarımız davamlı olsun. Salam aleyküm qardaşım, xoş gəlmişsiniz. Sağ olun. Allah razı olsun, xoş gəlmişsiniz qardaş. İstədim ki, balıqlar haqqında məlumat verərsiniz, qiymətlərlə bağlı. Qardaşım, bu beluqa balığıdır, ağ balıq deyirik. Mingəçevirdən gəlir, İrandan gəlir. Şuadə neçədir? Bunun kilosu 35 manatdır, bunların kilosu 30 manatdır. Kəsilmiş vəziyyətdə. Bəli. Sonra belamurumuz var, kilosu 6 manata. Əla siverci vəziyyətdə. Bunlara balığıdır. Bunlar gəlir Balakəndən. Saxlama balığıdır, amma çayda saxlayırlar. Əla dadı var. Sümüksüz. Bu balıqlar Bu xanı balığıdır, Tavstolovik deyirlər. Kilosu 4 manatdır. Bu kür sazandır, Mingəçevirdən gəlib. Var belə sudaqlarımız. Sonra naxa balığımız var. Naxa balıq neçədir? Naxa balığın kilosu 10 manata. Təbii balıqdır. Naxa balığın pişirilmə qaydasını bilirsiniz də. Adam var, çox adam bilmir. Yəni yeni pişirilmə qaydası. Onlar xüsusi olaraq yəni onların nə qədər olardır. Bunlar baxır da indi zövqə baxır. Kimsə tomat, mayonez, simiska yağı, duz, istiot qatırlar. Kimsə var yalnız duz istiot. Bəli, o ağız dadına baxır. Bu balıqlardakı Bu çupralarımız Türkiyədən gəlir, Qaradənizin balığıdır. onlar kilosu neçədir? Lan kilosu 16 manatdır. Belə ikralarımız neçə? İkralarımız var, farı ikrası 15 manata qabın biri, yarım kilodur. Bəli, baxmaq olar. Gəlin. Əla vəziyyətdə hazırlanıb. Buyurun, baxın. Bu hansı balığa aiddir? Bu farel balığına aiddir. Farel balığın kürüsüdür. Malasalyonlu, əla daddır. Sonra burada oxsu balığı, bunlar hansı? Bunlar keta ikrasıdır. Qiyməti neçəyə? Bunun bankası çıxır 25 manata. Sonra nar şərablarımız var. Naşar neçədir? Biri 3 manata. Zoğal turşusu var, alça turşusu var. Əsas faydalı məsələn balıq üçün hansılar? Balıq üçün nar şərabdır. Naşar. Zoğalla alça turşusunu ləvəngiyəcədə qatırlar onu. Amma balıqla yeməyə nar şərab, nar turşusudur. Xeyirli olsun. Sağ olun, Allah razı olsun. Gəlin, hər zaman yaxşı balıqlarımız olur bizim. Bütün mövsümün yəni balıqları olacaq inşallah. Buyurun gəlin. Bunlarla bağlı Ünvanla bağlı üçün Ukrayna Kuruqunun yanında köhnə avtovazanla üzbəyüz
yeni açılıb Keçilə balıq bazarı. Sağ ol, var ol. Sənə zəhmət olmasa balıqlar haqqında məlumat verərdiniz. Balıqlar qardaş, hər bir balığımız var. Təzə bazarımız açılıbdır. Xoş gəlmişsən Qəhrəman müəllim. Yəni balıqlarımızdakı sveci balıqlar hər gün gəlir. Təbii balıqlardır, belamor, sazan, xanı. Yəni nə bütün balıqlardan var. İndi orada da ki, indi qeyd eləyərsiniz, yəni ki, nə balıq, çatdırılma da var. Çatdırılma da hətta mümkündür. Səlyan balıqlardır. Yəni o gilli göl balığı deyil, təbii balıqlardır. Yesinlər, dadına baxsınlar. Dadına baxsınlar, sonra qiymət versinlər. Qiyməti neçəyə? Qiymət hər cürə qiymətə var. 4 manat, 5 manat, 6 manat, 7 manat. Nə cür bu qiymətə desən, nə cür də balıq desən var. Yəni buyurub gələ bilərlər. Sağ olun. Bax görürsünüz. Bazara gəldiniz. Yəni korpus bax görə bilərsiniz. Bax hal-hazırda korpus 20. Bax burada çeşidlər də var. Bax burada xüsusi olaraq balıqlar yəni sırf birbaşa bura əlavə olunacaq. Beyləqan uşaqlarına Asobu bax, Qaqulya salam göndərir. Aleyküm assalam. Bizdən də bütün Azərbaycanı, bütün rayonlarımızı fərq etməyə salamlayırıq. Beyləqanlı balasıdır maşallah. Zəhmət çəkən insandır. Görürsünüz bax. Ürəkləşdin ha, xoşum gəldi. Ürəkləşdin, xoşum gəldi. Deməli, hər razılıqda, hər ölçüdə balıqlarımız var. Bulan balıqlar, bax, hər sortda balıqlarımız var. Bunlar xanı balıqlarıdır. Sonra belamurlarımız gəlir, sazan gəlir. Bütün növ balıqlarımızdan var. Bax, yaxınlaşın. O mingəçevir balıqlarımız var. Baxırsınız qardaş, bax, farellərimiz gəlir. Hər növ balıqlarımız var. Təzə ünvanımızda çox yaxşı məsləhətli yerdir. Ailə, uşaq hamısı gəlir. Bütün maşınlarla gəlir, saxlayıb balıqları buradan qəşəng təmizlənir, doğranır qardaş. Hamısı qablaşdırılır, gözəl bir şəkildə təhvil verilir. Lakin hal-hazırda gələn balıqlar hardan gəlir? Gələn balıqlar bütün Azərbaycan bütün zonasından gəlir. Balakəndən gəlir, sonra Səlyandan gəlir. Bütün rayonların hamısından balıqlarımız gəlir. Çox yaxşı balıqlarımız. Salyan, Neftçala, çay suyunda dönmüş balıqlardır çox. Kürün suyunda, çayın suyunda. Hər növ balıqlarımız. Qardaş, 24 saat xidmətində işçilərimiz də var, hamısı bu şəkildə işləyirlər. Təmizlənir, pakovkalanır, doğranır, qoyulur. Maşallah. Bu verə gəlmir ha. Bu verə gəlmir. Ay Allah, bunları ayrılma yok. Ayrışında var. Nesine mi? 50 dənə almış. Bu balıqlarımız belamurdur. 2 kilodan 5 kiloyadır. Bunların qiyməti 6.50-dir. Bəli. Çeşitler değişir. Bəli, bəli. Burada balıklar. Bax, 2-dən 3 kiloya olan tavsiyalovdur, 4 manatdır. Bəli. O ne kadar gelir? Bu təxminən gələr 3 kilo. 3 kilo yarım. Bir de mikrofon düşüyor. 3 yarımlıq sazanlardır 5.50'ye. Yani. Bak bunlar kilo yarım 2 kilo olanlardır 5 manatdır. Sazan balıqlarıdır. Kilo yarımlıqlardır 4.50'ye. Bunlar 500 qramdan 700 qramadır. Bunlar 4 manatdır. Buyurun gələ bilərsiniz. Bundan bir tane hakkında məlumat verərdiniz, səbəb olmasa. 300 mikroyun dairəsi 20 yanvarın. bəli. Özbək bazarının önündədir. Yerləşir. Salam, hoş gördünüz. Baş verin. Sağ olasın. Baş verin. Zəhmət olmasa balıqlar haqqında. Balıq belamurlarımız var. Belamur. 6.50'ye. 2-3 manat arası. Sonra.
Sazanlarımız var. 5 manat. 5 manata. Beləncə xırda balıqlarımız var. 3-4 manat arası. Kanlarımız var. 3-4 arasıdır bunlarda. Beləncə var. 4 manat. Sazandır. Aha. Yox, sazandır. Farellerimiz var. 750'ye 8'e. Deməli, 750'ye. Aha. 750'ye kür sazanları. Çupralarımız var. 15 manat. Ha, onlar Türkiye'den gelmez. Siyomkamız var. Onlar 28 manata, kilonu görsüz 33 manata. Bir de diri farellerimiz var. İçeride bir sıra var da bakar. Diri farellerden var. Üstte bir tane sar. Abraham'ı görsüler, Abraham. Bunlar Gusar'dan gelme. 13 manata kilosu. Baş şehirinde bir tane bizde bu. Başka hiçbir yerde yok. Sağ ol. Pazar faaliyet göstərir. Bəli, 24 saat pazar fəaliyyət göstərir. Üçüncü Mətəqəvən dairəsi Köhnə Özbək bazarı. Köhnə Avtovağlarla üzbəyiz. Sağ olun. Gelin girek. Gel girek sivilci balıklara. Ay maşallah, görsən balıqlara bax. Maşallah. Deməli YouTube-dan, TikTok-dan gələnlər, baba, hamısı bazar. Baba, xüsusi olaraq hamısı yeni mallar gəlir. Siz bax. Yeni mallar hamısı gəlir, qardaşlar. Ay maşallah. Krevetka satılır. Ümumi olarak balık. Salamünaleyküm. Xeyir olsun. Krevetkalar neçədir? 28 manata. Xeyir olsun. Haranın krevetkasıdır? Hara? İran. Belə pişməmiş də eynidir. Pişmişlərsə. Sonra kürü neçəyə? 10 manata. Deməli bunlar hansı balığa məxsusdur? Soruşma olmasın. Görsən kürlərdir. Balıklarımız var kardeş, 11'e var. 9'a var. Kardeş bablar 10'adır. 4'edir. Xırdaları 3.50'yedir. Bunlar var 6'yadır. Belarımız var deniz balıklardır kardeş. Var 6'ya var, 7'ye var. Bəli, hem toptan perakende satışta hem de böyle ofta boy bazarda. Bunlar da eyni qiymətdə. Bəli, bunlar hamısı bəli, hamısı eyni qiymətdədir. İkralarımız da eyni qiymətdədir. Kardeş 25'e var, xırdalar 50'yedir, 30'adır, kara ikralar var 50'ye. Hansı balığa məxsusdur? Bunlar Norvegiyan'da Çeytan'da var, o Farel içi de var. Burada diri balıqlarımız da var. Bəli, biri balıqlarımız da var. Zəhmət olmasa. Bəli, Yok kardeş, bugün baba diri balıklarımız da var, belamurumuz. Buyurun. Bunların qiyməti olsun neçəyə? Bunların kilosu 6 manata kardeş. Bəli. Niye kardeş? Bak bunların da kilosu, geçe sazanların kilosu 7 manatdır. Bəli. Xırdaların da kilosu 6 manat bu sazanların. Çok seviyorum. Bəli, bu xanlarımız da var. Bunlar 4.50'yedir. Bəli. Bəli, bunlar ha balıqlardır. Bunlardakı 6'yadır, 5.50'yedir. Bəli, təmiz sür balığıdır. Təxminən neçə kiloqram gəlir? Bunların təxminən 3 kilo, yarım 4 kilo gəlir. Dəniz məhsulları var gəlir Xıdırıdan. Super kütümlər. Bobla, kifat. Bablar kifalı, sümüksüz. Bunların bir dənə sümüyü olmur. Sız var. Yox. Bunu qoy, ver uşağa özü yesin. Pişir qoşağın qabağına yesin. Bu balıqlar Dəniz sazanlardır, bablar, yerdir. Gölməsə yox. Saxlanma yox da, yəni təmiz, təbii balıqlar. Kütümdür. Super. Boblalar. Görsən necə olur. neçəyə? Bunların kilosu 3 manat. Böyle burada da balıklar var, sahip de burada. Salam qardaş, xoş gördük. Salam. Yine balıqlar haqqında məlumat 10 verərdiniz. manat, 11 manat, 9 manat, 8 manat. Deməli 9 manat kilosu budur. Aha. 8 manat kilolarım budur. Sonra burada kırmızılarımız var. Xırda, büyük. Kilosu neçədir? Bunların kilosu 30 manat, 27 manat. 20 manat.
27 manat, 15 manat. 15 manat xırdadır. Maşallah. Gördüyünüz kimi. Bu balıqlarımız Bunlar 7 manat, kirçilər 6 manat. Bəs bu balıqlar neçədir? Bunlar 5 manat, 6 manat, 7 manat. Burada Geliyor qadın. neçədir? 35 manat, Mingəçevir. Güncəsiniz maşallah çox tərifliyirlər. Ya. Ən gözəl. Çox gözəldir, dadı da çox gözəl. Dadı da maşallah olsun. Aleyküm salam, selam olaraq xoş gəlmisiniz bizim yeni bazarımıza. Çox sağ olun, minnətdaram. Allah'a izləyirsiniz. Təbii ki, izləyirik, çox maraqlı çəkilişləriniz də olur. Maşallah. Maşallah gününüz olsun. Balaçan balığıdır. Bəli, Balaçan sazandır. Balaçan Yağsız, yağlı sortu da var, yağsızı da var. Daruzu, belamur, Balaçan belamuru. Biraz dəcəldilər. Kalsolovlarımız var, ucuz və sərfəli qiymətə. 4.50, 5, 3.50-yə qiymətlər başlayaraq. Böyük sazanlar 6 manata, balaca sazanlar 4.50-yə. Kür sudakı var 7 manata. Sazan, Naxçıvan sazanı da var 8.50-yə. Belamur, Çupra, Belamur 7 manata, 6.50-yə. Bu qiymətlərədir qardaş. İran farelimiz var, əti qırmızı. Kəsmə, doğrama, hazırlama bizdədir. İçərdə də var, eləmi? İçəridə də. Buyurun yaxınlaşın. Balıqlardır. İçəridə sazan var, belamur var, tavustalov var. Bəli. Biraz gəlin yaxınlaşın zəhmət olmasa. Hamısı sveji balıqlar. Zövqə uyğun. Necə ürəksiniz? Zevkalin sazan, sadə sazan. Necə hansına ürək istəyir var. Yəni qiymətlər də çox münasib. Sveji balıqlardır. Balıqlar sizə hadan gəlir. Balaçan. Biz Balaçan zonasından işləyirik. Yəni orada Alazan çayı var. Orada çox həm suyu axarlığı var. Suyu axarlığına görə də balıqda çox dad, iyi, qoxu, belə şeylər olmur. Qulağın altından çox adam gəlib balığın qulağının altına baxır ki, palçıq var orada ya yox. Yəni belə də istəsəz, suyun içində də qalası olsa da, lilli palçıqlı suda baxanda, qulağına baxanda görürsünüz, qulağın altı palçıqlı olur. Onda da bilinir ki, çox bataqlıqda yetişən var, onu da pişirəndə istər-istəməz iyi verir, yiyəndə də dad verir. Yəni belə. Çox sağ olun. Çox sağ olun. Sizin də gəlməyiniz həqiqətən xoş oldu. Çöl adam olaraq siz də izləyirik. Videolarınızda çox maraqlı videolarınız var. Diri balıqlarımız. maşallah. Tane, sazan, belamur, hamısından var. Sıfralar, ora bax orada. Burada da var. Ay maşallah. Ay maşallah. Bunu göstər də. Qızıl balıq. Təmiz. Əti qıpqırmızı. Kilosu neçədir? 35 manat kilosu. 35 manat. Bu da balaca faneller. Bura bax, Ay balaca faneller. maşallah. Oh. Yetərəsmə. Bunlar çıxırır fanel. O kilosu neçəyə? Bunlar kilosu 10 10 manat. manata. Asa yeni gələnlər 11, bunlar 10 manata. Hamısı 10 manata. Hə, çaşdırmadı onu elə deyirəm. 9 manata bunlardır, 10 manata bunlar. 9-u 10 manata maşallah. Qızıl balıqda Kiloyla 35'te oktaboy oturma. topdan deməli 30 manat, belə satış 35 manat. Hə. Maşallah olsun. Gördüyünüz kimi bazar aktivdir. Dostlar, yəni fəaliyyət həqiqətən də axın var. Hə, burada da Türkiyənin çox gözəl balıqdır. Bunu çox tərifləyirlər. Su neçədir? Kilosu 15 manat 50 qəpik. Çupra. 15 manat 50 qəpik. Rahatçılık çok. Deməli, bu bazarda xüsusi olaraq balıqlar bax beləsinə təmizlənir. Müştərilər üçün doğranılır. Hər bir şərait var. Bax təmizliyə də riayət olunur. Gördüyünüz kimi müştərilər bax bu qaydada gəlirlər bazara. Pazar sahibi tarafından da her gün gəlinir buralara. Qarşıdan. Təmizliyə riayət olsun deyə hər şeyə baxırlar. Yəni heç kim sən deyən natəmizliyə meyilli olmasın. Başa hamı təmiz saxlasın deyə. Bunlar həm bazar sahibinə görə yaxşıdır, insanlara görə. Həm də insanlar balıq alanda bilsinlər ki, təmiz yerdən alırlar, təmiz doğratılır, təmiz şəraitdə doğratılır balıq. Maşallah. Deməli, yoldaş qeyd edir ki, bazar sahibi də xüsusi olaraq hər dəfə nəzarət edir, gəlir yəni təmizliyi ilə bağlı. Bax görürsüz, maşallah olsun, doğranılacaq.
Forel balığı 10.50-yə mi? Başın ayran ana. Şimdi müşteri bax alır və bunun doğraması əlavə ödənişidir. Əlavə ödəniş, bilirsən balığı elə doğrayırsan ki, sən ona pul deməsən də o sənə çıxardır pul verir, başa düşdünmü? Özü Xoşuna gəlir deyə. Zəhmətə dəyər verir. Bəli, bəli, bəli. Çox sağ olun yenə də. Bunu da qeyd edim ki, hər dostlarıma görsün, bax, gözləmir olmasın. Maşallah. Yaşa. Ay maşallah.